Aylıq gəliri az olan vətəndaşların bank və kredit təşkilatlarından borc götürmə imkanları getdikcə daha çox sual doğurur. Kredit şərtlərinin sərtləşdiyi, gəlir tələblərinin əsas meyar kimi ön plana çıxdığı bir zamanda bu kateqoriyadan olan şəxslərin maliyyə resurslarına çıxışı tamamilə məhdudlaşa bilərmi? Mövzu ilə bağlı konkret nöqtə-aza açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov qeyd edib ki, kredit bazarında gəlir meyarı əsas şərt olaraq qalır. Onsuz da imkan məhduddur. Banklar və bank olmayan kredit təşkilatları kredit verərkən insanın aylıq gəlirinə xüsusi diqqət yetirirlər. Əgər aylıq gəlir azdırsa, kifayət etmirsə və insanın özünü, ailəsini yaşayış minimumu səviyyəsində təmin etməyə imkan vermirsə, ya ümumiyyətlə kredit vermirlər, ya da çox az məbləğdə verirlər. Ekspertin sözlərinə görə bu yanaşma banklar üçün risklərin azaldılması baxımından başa düşüləndi, ancaq aşağı gəlirli vətəndaşların maliyyə resurslarına çıxışını daha da çətinləşdirir. Nəticədə bu təbəqənin əsas ehtiyaclarını qarşılamaq üçün kreditdən istifadə imkanları xeyli daralır. Əlavə edək ki, son zamanlar kredit şərtlərinin sərtləşdirilməsi və gəlir tələblərinin yüksəlməsi xüsusilə sosial cəhətdən həssas qruplar üçün maliyyə yükünü artıran amillərdən biri kimi qiymətləndirilir.